İSXV az xəbər verir ki, bu tarixdən etibarən fakturası SIM xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş danışıq kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək bütün nominalı 1-2-3-5-1-2-5-5 və bir az ödəniş danışıq kartlarında yeni ödəniş kartının yükləmə müddəti ödəniş kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti 90 gün kimi saxlanılır. Beləliklə də abunəçi bu müddət ərzində yeni ödəniş kartı yüklədiyi istifadə imkanını yeni müddəti artırmaqla eyni zamanda həmçinin həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəniş kartının məbləğindən istifadə imkanına malik olacaq. Göstərilənlərə əlavə olaraq fakturası SIM xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir.